أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وصلى الله على سيدنا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəhsimiz cümlə şərtiyyənin məfhumundaydı. Qeyd elədik ki, məşhur üləmanın nəzərinə görə əgər cümlə şərtiyyədə məfhum cəziri isə gərək onda şərt cəza üçün illə olsun, tammə olsun, münhəsirə olsun. Seyyid dedi ki, və lüzumiyyə olsun. Seyyid dedi ki, bunlar heç birisinə o qədər də ehtiyacımız yox. Əgər mücərrəd iltisaq varsa, birbirinin ayrılmazlığı varsa, öyle kifayət edir. Yaxşı, indi sual buradadır. O ki, deyirdilər, illiyə olsun, inhisariyə olsun, tammə olsun. Bunu biz hardan çıxarda bilərik? Deyir ki, amma illiyə, inhisariyəni mümkün deyir ki, itlaqdan çıxarda bilərik. Daha doğrusu belə deyir ki, bəhsə iki dənə sualla daxil olur. Birincisi, görəsən, cümlə şərtiyyədə aradan gedən hökm şəxsül hökümdür ya tabiiyyül hökümdür? Birinci sualımız. İkincisi, cümlə şərtiyyədən həmən illiyə münhəsirə çıxır ya çıxmır? Deyir ki, amma cümlə şərtiyyənin şəxsül hökmə, cümlə şərtiyyədə aradan gedən hökmün şəxsi hökm olmağı, yaxud da təbii hökm olmasını sübut eləmək üçün mümkündür qərnətilikmə cari eləyə, itlaq cari elə, nə yolu ilə qərnətilikmə yoluna itlaq cari elə və sübut eləyə. Necə yəni? Yəni bu cür. Taşı deyir ki, İnca əkə zeydun fəəkrimhu. Həmən o şərtimiz nə idi burada? Zeydin gəlmə. Şərtimiz Zeydin gəlişi idi. İndi istəyir deyək ki, əgər bu aradan gedərsə, ikram hökmü bütövlükdə aradan gedir. Deyir ki, əgər mütləqən dedi ki, fəəkrimhu, əgər başqa bir şey də olsaydı, ki, onda nə inirdi? Zikr eləyirdi. Deyir ki, İnca əzeydun fəəkrimhu və inləm yəcə əkrimhu bir səbəb, məsələn, kəza. Məsələn, İnca əkə zeydun fəəkrimhu və inləm yəcə əkrim, məsələn, bir səbəbi kovnihi ustadən lək, məsələn. Şimdi deməli, o qeydi vurmadısa, itlaq cari eləyir, mütləq dediyi üçün deyir, nədir? Bunda elə bir dənə illəti varmış, o da məciymiş, o da yoxdursa, deməli, onda mütövlükdə hökm aradan gedir. Yəni, itlaq və qərn edilişmə ilə sübut eləyə bilərik ki, şəxsi hökmü yox, təbii hökm aradan gedirlər. Və fi hadəl məcal nuvacih sualəyni alə dav'i ma təqəddəmə minəd-dabit li isbatil məfhum. Deyir ki, məfhumu sübut eləmək üçün ötən səhifələrdə öyrəndiyimiz dabit barəsində iki dənə sual ortaya çıxır. 1. Həlil mualləq tabiiyyül hökm əv şəxsuhu. Bu mualləq olan hökm ki var cəzada, o təbii hökmdür ya şəxsül hökmdür. Saniyen, həl yüstəfad minəl cümlə ənə şər'illətu munhəsirətun lil mualləq. Görəsən, cümlədən başa düşünən budur ki, şərt cəza üçün illə münhəsirədir ya yox. Və fīmā yəttasəl bir sual-i əvvəl yuqalı adətən. Birinci suala gələndə adətən bu cavabı vermək olar. Lənnəl mualləq tabiiyyil hökm la əş-şəxs. Təbii hökmdür, şəxsi hökm deyil. Və zəlikə bi-icra itlaq və qərnətil hikmə, itlaq və qərnətilişmə cari eləməyinə fi məfadi heyətin cümlətin cəza. فإن مفاده هو المحكوم عليه بالتعليق. Necə? فإن مفادها مفاد nədir onun cümlə cəza? هو المحكوم عليه بالتعليق. Hökm olunur ki, bu muəlləqdir, asılı şərtdən. Və muqtəzəl itlaq أنه لوحظ بنحو الطبيعي. Həmən itlaqın muqtəzası budur ki, necə? Həmən o təliq təbii şəkildə nəzər tutulur. La binəhvi şəxs. ففي الجملة يعني شخصية ففي الجملة إذا جاء زيد فأكرمه نثبت بالإطلاق أن مفاد أكرم طبيعي الوجود. المفاد بنحو المعنى الحرفي والنسبة الإرسالية. Deyir ki, biz
demişdik ki, görəsən, cümlələrin heyətində itlaq zari eləmək olarmı? Heç şübhəsiz ki, müfrədatda neyinirdi? İtlaq cari edirdi, ismül cinsdə, təbiətli cari edirdi. Görəsən, heyətlərdə, vəzinlərdə necə? İtlaq cari olurmu? Dedi ki, bəli, məşhur budur ki, cari olur. Əkrimhu feili əmrdir, siğəsin cari edir ki, mutləqən. Səvanca, İzə cəə zeydun fə əkrimhu. Aydın oldu. Əkrimhu mutləqül ikram. Və leysə ba'dıl ikram. Bəzi ikram yox, mutləqül ikram müəlləqidir. İndiki gəlməzdə onda mütləqül ikram aradan gedibdir. Necə həll eləyirik? Ki, vəzində, heyədə itlaq cari edir. Əkrimhu feili əmrdir, orada itlaq cari edir, oradan çıxardırıq ki, təbiiyyül ikramdır. Bəzi fərqlər deyil. Nusbitu bil-itlaq ənə məfad əkrim təbiiyyül vücubil məfad binəhvil mə'nəl hərfi. Yəni, o vəzindir, heyədir, cümlədir, yəni cümlədir, yəni heyətdir və heyət də mə'an ismidir yox, mə'an hərfiyyədən olduğu üçün orada nə olacaq? İtlaq cari edir mə'an hərfiyyədə və nisbət irsaliyyə var. Bu, yəni feili əmr. Və fîmə yətəsil bir sualin thani. İkinci suala gəlincə isə sübut eləyə bilərik ki, görəsən cümlə şərtiyyədə şərt cümləsi, cəza cümləsi nədir? Yəni müəlləq ki, cəza idi. Müəlləq nəyə müəlləq olubdur? İllə münhəsirə. Yəni şərt cəza üçün illə münhəsirədir. Və fîmə yətəsil bir sualin thani. Qəd yuqal innə ədətə şərt mevduatun lüğətən lirrabtil illiyil inhisari beynə şərti vəl cəza. İddia eləyiblər ki, ədat-ı şərt, yəni ləvdir, indi, nəbi, izmadır, lə'madır. Şərt ədat-ı vəz olundu lüğətən. Nəyi bildirmək üçün? Lirrabtil illiyil inhisari. Ərəb dilində, ərəb hər hansı bir dildə. Şərt ədatı şərtin cəza üçün yeganə illət olmağın bildirəcək bir ədat olaraq vəz olunur. İlliyə inhisar o deməkdir. Şərt cəza üçün yeganə illətdir. Belə bir iddia olunur. Və lakin yuradu alə zəlikə adətən biənnəha ləv kən mevduatən alə hâzən nəhm ləzim ən yəkun isti'malə fil məvaridi kovni şər illətən qeyri munhəsirən məcazən və huvə xilafın vicdan. Siz deyirsiniz ki, məsələn, mən belə deyirəm. Deyirəm ki, əgər qonaqlar gəldisə, qabağına süfrə sər. Aydın oldu. İndi qonaqlar gəlmədi. İndi mən evə başqa süfrə sərməyəcəm. Gözüm sürə yemir. Aydın oldu. Xülasə, nədir? Deyirsiniz, sizin sözdən belə çıxır ki, şərt cəza üçün yeganə illətdir. Onu da bildirən nədir? Başındakı ləvdir, izadır, indi. Ədat-ı şərt. Ərəb dilində vəz olunub. Buna dəlalət eləsin ki, şərt cəza üçün nədir? Yeganə illətdir. Yeganə illət olmayan yerdə. Məsələn, deyirəm ki, əgər göydə günəş varsa, otaq işıqlıdır. Göydə günəş olma, mənim otaq işıqlısı yeganə illət. Şam yandıra bilər, elektrik lampası yandıra bilər. Şimdi bir ölçülərlə işıqlandırmaq olar da. Sizdən dediyinizdən belə çıxır ki, ədat əgərsə yeganəlik bildirirsə, gərək onda məsələn evdə lampa yandırıb işıq olanda onun məcazi olaydı. Orada istifadəsi. Belə böyük. İllə qeyri munhəsirə yerlərində işləmir. Heç məcaz görəydi orada. Əgər vəz olmuşsa yeganə illət üçün. Yeganə olmayan illətlərdir. Yəni başqa illətlər üçün işlənəndə heç məcaz olur. O məcaz heç kəs hiss eləmir. Vicdan bunun xilafınadır. Qəşəngdir. Və lakin yuradu alə zəlikə adətən biənnəhə ləv kanət, yəni ədat mevduatən alə həzən nəhv, yəni alə həzən nəhv, yəni mevduatən alə ən yədullə alə ənə şərt illətun munhəsirətun lil cəza. Aydın oldu? Alə zəlikə alə həzə, yəni əl-illiyyi linisari. Ər-rəbtil illiyyi linisari yuxarıda var da, ona qaytarır. Ləzimə ən yəkuna isti'maluha, yəni isti'mal ədə fil məvridi koni şərt illətən qeyri munhəsirən məcazən. Bunda gərək şərt qeyri munhəsirə illət yerində işlənəndə nə olaydı? Məcaz olaydı. Və və xilaful vicdan. Və min huna ittəcəhəl qailunə bil məfhum ilə dəvə uxra. Buradan da görürük ki, üsulcular başqa bir iddia edirlər. Və hiyə ənəl lüzum mədlulun vəda'iyyun lil ədat vəl-illiyyəl müstəfadə min təfri'il cəza ilə şədd bil-fa sabitətən həqiqətən əv təqdirən. Deyiblər, yox.
lüzum ədatdan çıxır. Bunlar mülaziməsi vardır. İnhisarlıq isə şərtin başında ədat olmağı, cəzanın başına fa olmağından. Deyirlər ki, lüzumu nə bildirir? Ədat, in, ləv, bu cür şeylər. Amma həmən bu lüzum munhəsirdir, onu fa'dan başa düşmüşük. Qabaqda in, dalda fa gəlir. İn kanə kəza fə kəza. Onu oradan çıxartmışıq. İnhisariyə oradan çıxır. Və əmməl inhisar, ənəl lüzum mədlulun. Lüzum mədlulun vədiyyun lil-ədat. Vəl-illiyyəl müstəfadə min təfri'il cəza alə-şər bil-fa. Əs-sabitə həqiqətən. Vəl-illiyyə yox, mən qarışdırdım. Üçün lüzumul illiyyil inhisari. Biz üç şey sübut eləməsliyiz. Lüzum, fikir ver barmaqlarıma. Lüzum, illiyyə, inhisariyyə. Lüzumu hardan çıxardırıq? Ədatdan çıxardırıq. İlliyyəni hardan çıxardırıq? Şərtin başında in, cəzanın başına formadan. İn kanə kəza fə kəza. Aydın oldu? O siğə ki vardı forma, o formuladan çıxardırıq. Burada ədat gəlir, dalıcan da fa gəlir, fa-ut təfri. Bu bunun üzərindədir. Aydın oldu? Bu buna təfri olunurdu, onun üzərinə əlavə olunur. Olmasa da olmayacaq. Altlıq yoxdursa otura bilməyəcək orada. Məlum oldu? Həmən o təfridən, fər'ləşdirmədən başa düşülür. İlliyyəni oradan çıxardırıq. İnhisariyəni hardan çıxardırıq? Başqa bir illətin zikr olunmamağından. Əgər belə deyirsə ki, məsələn deyək, İncə əzeydun, əv kanə ustadən lək fə əkrimhu. O əvnə ki, ətf eləməyib, inhisar oradan çıxardırıq. Çünki başqa illət olsaydı, gəç nə inirdi? Bəyan edirdi. Və min onadan bir də oxuyam. Və min huna ittəcəhəl qailunə bil məfhum. Məfhum, cümlə şərtiyyənin məfhumu var deyənlər nəyə üst tutublar? İllə dəvə uxra, başqa bir iddiaya. Nədir o? Və hiyə ənəl lüzum mədlulun vədiyyun lil-ədat. Lüzum ədatın vəzi mədluludur. Yəni, ədat vəz olmuşdur, lüzumu bildirmək üçün. Vəl-illiyyə müstəfadətun min təfri'il cəza alə-şərt. İllətli də cəzanın şərtinə fa ədatı ilə bağlanmasındadır, yəni fa-ut təfri'in. Əs-sabitə həqiqətən, ya həqiqətdə görürük onu, əv təqdirən, ya da təqdirdədir. Çünki bəzi cümlələrimiz var, cümlə şərtiyyədən sonra fa'nın girməsi orada nədir? Vacibdir. Qrammatikada oxumuşdur, axı, bəzi cümlələrdə fa hökman girməlidir. İzə kanə kəza, məsələn, əgər cümlə tələbiyyədirsə, cümlə inşayəsə, başına hökman fa girməlidir. İzə caəkə zeydun, əkrimhu ola bilməz. Orada fa'nın yuxulu nədir? Vacibdir, rücubən daxil olmalıdır. Çünki cümləmiz şərtiyə cümlədir və şərtiyə cümləsinə gəlir cəza cümləsi, cavab cümləsi, tələb cümləsidirsə, nəhi cümləsidirsə, yəni inşaiyə cümləsi gəlir başına nə girsin? Və əgər feiliyyə cümlədirsə. İndi birdən məsələn fərzən belə deyək. İn caəkə zeydun, məsələn fərzən deyək, Ələykə ikramın məsələn, misal fərzən. Bunu da qrammatikadan gəlib qayıdıb oxuyarsan, hansı yerlərdə fa girmir. Aydın oldu. Girmir, amma təqdirdə o da bir fa vardır. Var, qrammatikada baxsın, deyəcəklər də. Filan cümlələrdə fa hökman girməlidir, filan da onun başına fa gələ də bilər, gəlməyə də bilər. Daha doğrusu, elə biləm ki, 3 sürdür. Qrammatikaya baxsın, oxumayacaq, çoxunu oxumayacaq, yadından çıxır. Bəzən vücubən daxil olmalıdır fa, bəzən görünməməlidir, bəzən də cəvazül vəcihin. İstəyirsən fa'nı daxil eləyə bilərsən, cavab cümləsinin başına istəyirsən daxil eləməyəsən. Ona görə şəhid deyir, bəzən həqiqətən olacaq, görəcək, özən təqdirdə olacaq. Yoxdur, amma təqdirində o fa oradadır. Məsələn, deyirəm, İzə caə əxi minəs-səfər, cümlə burada feiliyyə qurmam, ismiyyə qurmam. Məsələn də, əntə hurrun li vəcillah. Orada elə biləm ki, fagirədir, fə əntə hurrun li vəcillah, əntə hurrun li vəcillah olar. Burada sən baxarsan, çıxardarsan, kitabın qırağına yazarsan onu. Hansı cümlələrdir ki, orada fa, vücuban daxil olmalıdır, hansında cəvazən daxil. Təfri'ül cəza ilə şərt bil faiz sabitə. Həqiqətən, yəni həqiqətən, əv təqdirində gizlindədir. Yəni özü görsəm, amma vardı orada. Yaxşı, inhisarlardan çıxardı və ənməl inhisar fəyyət qutu bil itlaq. İnhisar itlaqdan çıxardı. Çünki əvnən ətf olunmadı. İzləv kanə li şərt bədilun, İzləv kanə li şərt bədilun, əgər şərtin əvəz edicisi varsa, yətəhəkkədir ivadan ənhu,
fi ba'd al-ahyan bəzi hallarda həmən şərti əvəz edilir. Ləkana la budda min təqyid şərtin məzkur fil cümlə bi zalikal badil bi harf aw və nahviha. Gərək onda həmən o şərtin dalıcan əv və onun kimi bağlayıcılarla o bədili də göstərəydi. İzâ câke zeydun əv kana ustadan lek əv kana seyyidən fəəkrimhu. Bu əvlərlə bildirəydi. Fəyuqal məsələn in câe zeydun əv mərida fəəkrimhu. فحيث لم يذكر ذلك وألقي الشرط مطلقا bu baxımdan ki şərt mütləq deyilir ثبت بذلك عدم وجود بدil bundan da bizim üçün sabit olur ki bədil əvəz edici yoxmuş əvəz edici yoxmuş onun yeganəmiş və huwa mə'nəl inhisar belə inhisar deməli iki dənə şey sübut eləmək istəməyə çalışdım birinci dəva bu idi ki cümlə şərtiyyədə muallaq hökm təbii hökmdür. Şərt olmasa cəza bütövlərlə gedir. Bunu nə ilə sübut eləyirdi? İtlaqla, qərnətləşməklə. Harda cari idi? Fəəkrimhu sözündə. Dedi, əkrimhu feili əmrli siğədir. Əkrimhu qeydi yoxsa necə? Buna demək mütləqən. Oradan çıxardıldı. İkincisi, necə sübut eləyək ki, şərt cümləsi, cəza cümləsi üçün nədir? İllətdir, lazım, mülazimdir ondan və nədir? Munhəsirdir. Amma dedi ki, lüzumu nədən çıxartmışıq? Ədatdan çıxartmışıq. İlliyyəti cümlənin quruluşundan ki, əvvəlinə incə dacan faut təfri ilə bağlanırdı. İnhisarı da itlaqdan çıxartmışıq. Çünki əv sözünə ətf eləməyib. Dalıcan demiş ki, əv kanə kədə. O əv kanə kədə deməməklə başa düşmüşük ki, munhəsirlik, başqa bir illəti yoxdur. Əşşərtul məsuq li təhqiqlil mövdu. Yanında qalsın. Biz ki danışırıq məfhumi olan cümlələrdə, məfhumi olan cümlələr olardılar ki, orada bir dənə mövzu var, həmən mövzu üçün, həmən mövzu şərt sabit olur. Həmən mövzu özü var, aydın olur. Mövzunun özü var, amma onun üçün başqa bir hökm sabit eləyirik. Məsələn, deyirəm ki, əgər Zeyd əskər yoldaşındırsa, buna məktub yaz. Yəni, Zeydin öz vücudu var, sonra şərt qoyulur ki, əskər yoldaşı onunla yazış məsələn deyək. Bəzi hallarda elə olur ki, həmən mövzu, şərt özü mövzudur, mövzu özü şərtli bir dənə şeydirlər. Aydın oldu. Buna deyirlər ki, şərtun muhəqqiqun lil mövdu. Deyəcəm, tələsim. Aydın oldu. Deyir ki, məsələn, in ruziqtə vələdən fəxtinhu. Əgər Allah sana oğlan uşağı verirsə, onun sünnət elətdir. Aydın oldu. Özün şərtli. Ruziqtə vələdən var, ha? Vələd var özü. Sənin şərtin o vələdin özüdür. Əgər Allah onu sənə bəxş eləsin. Həm mövzudur, həm də şərtdir. O cümlələrdə ki, mövzumuz və şərtimiz eyni şey, yəni şərt daha doğrusu şərt özü mövzunu yaradan şeylərdəndir. Rizqul vələd o vələdin özüdür də Allah sənə vələd. Aydın oldu. Belə olan halda onda nə olacaq? Onda artıq o cümlədə məfhum olmaz. Niyə? Niyə məfhum olmaz? Çünki bizdə, aydın oldu, mövzu var, şərt var, cəza var. Bizdə ki, şərt aradan gedəndən sonra bu hökm yenə mövzu sabit ya yox. İndi birdən bu şərtlə mövzu eyni şeydir. Bu gedəndə də bir şey qalmadı ki, hökm sabit olsun. Salibə bintifal mövzu oldu. Aydın oldu, necə? Nə demək istəyir? Biz o cümlədən danışırıq. Mövzumuz var, şərti var, qeydi var, nədir, cəzası var. Bu şərt aradan gedəndə, bunun üçün yenə də sabit ola bilərmi? Çünki ehtimal var, olar, ehtimal var, olmaz. Amma əgər buna şərt ilə mövzu eyni şeydir, bu getdik, nəyə sabit olacaq? Hökm mövzu sabit ola bilməz ki, çünki şərt olur. Əgər ev tiksən, aydın oldu, qapısını məsələn dəmirdən qoy. Ev tikməsən qapısı, tikmə evin qapısı olmaz ki. Aydın oldu. Çünki ev tiksən sözü özü nədir şərtdir? Mövzu da olur, şərt də olur. Ona görə deyirlər ki, o cümlələr ki, istəyir ondan məfhum tutaq, gərək şərt mühəqqiqlil mövzu olmasın. Yəni şərt başqa şey olsun, mövzu başqa şey. Amma şərt özü mövzunu həyata keçirdən bir şeydirsə, o cümlələrdə məfhum 100% yoxdur. Nə oldu? Əşşərtul məsuq, yəni o şərt çizikinin məzqur, yəni məsuq yəni cümlədə gətirilmiş. Li təhqiqil mövzu, o şərt zikr olunur və bəyan edilir ki, bu mövzunu təhqiq elədi, həyata keçirilir. Yujad fil cümlə şərtiyyə incə zeydun fəqrin, hükmün və vücudikin. Və şərtun və huvəl məcəbə, mövzun sabitun fi halətəy vücudi şərt və ədəmi və bir dənə mövzumuz var. Şərt olsa da olmazsa vardır, zeyd vardır.
وهو زيد وفي هذه الحالة يثبت مفهوم الشرط تبعا لما تقدم من الوحuz. Belə olan halətdə nə olur? Artıq cümlə şərtinin məfhumu olur. Elə deyil. Çünki Zeyd adında bizim mövzumuz var. İstər məci baş versin, istər baş verməsin. Və lakinnənə əhyənən nəcid ənə şərtə müsaviqu vücudəl mövzu. Bəzən görürük ki, şərtimiz mövzunda müsaviq olur. Və yəni təhqiqəhu nədir? Ələ nəhvin, yəni təhqiqəhu ələ nəhvin, onu elə bir formada baş verildirir ki, la yekunu fil cümlə şərtiyə mövzun məhfudur fi halətə vücudu şərt və ədəmihi. Belə ki, həmən şərtin olub-olunmaq dövrdə mövzu hifz olunmur, qorunmur. Yəni nədir? Həmən şərtin baş verməsi mövzunu yaradır. Baş verməməsi mövzunu inidam elətdirir, aradan aparır. Yox. Kəma fi qavlina izə ruziqtə vələdən fəxtinhu. Oğlan uşaq Allah sənə nəsib eləsə, onun sünnət elədir. Və fi misli zalikə la məcalə lil məfhum. Burada məfhum yoxdur. İzmə ədəmi şərt. Çünki şərt aradan gedərsə, la mövdu likəy tədulləl cümlə ələ nəfil hükmə. Ta ki, onun hökmün aradan getməsindən aşağı. Mövzu yoxdur, onun hökmü də yoxdur. Onun nəyin aradan getməklə aşağı ki, görəsən bu hökm təbii hökmdür, sirr yoxdur. Mövzu olmayan hökm də yoxdur. Və yüsəmmə şərt fi halət min həvdəl qəbil bi şərtin məsub li təhəqqüqil mövdu. Belə olan halətdə bu cür şərt cümlələri deyilər ki, əşşərtul məsub li təhəqqüqil mövdu. Mövzunu həyata keçirdən şərt cümlələri ki, o da bu cümlələr məfhumu yoxdur. Deməli, cümlə şərtiyyə şəhidin nəzərində məfhumlu olan cümlələrdən. Nə qədər problem. Dediyi işqalədir, amma qəbul edir ki, məşhurun dedi ki, dediyi sözü qəbul edilmir, məsim cümlədə məfhum vardır, amma olan dediyi yolla qəbul edilmir. Mənim üçün iltisaq kifayət edir. Deməli, şəhidin nəzərində cümlə şərtiyyənin məfhumu var. Keçirik yeni bir cümlə. Cümləl vəsfiyyə. Vəsf deyəndə hökmən deyil ki, qrammatikadakı sifət olsun. O sifət 100% bu vəsf cümlədəndir. Amma vəsf mümkündür burada. Hal da ola bilər, təmyiz də ola bilər. Da ki, məsələn deyə məfhumun liyəclik də ola bilər. Hər hansı qeydlər ki, hökmün dəxaləti vardır. Məsələn deyim ki, İncaə fərzən deyim. İncaə zeydun rakibən və əkrimhu. Rakibən orada vəsf deyil. Qrammatikada vəsf deyil, haldır. Amma burada onu vəsf qəbul edir. Aydın oldu. İn ə'təkə məsələn 20 mithqalən zəhəbən. Məsələn deyim, İn rəzəqəkəllah 20 mithqalən zəhəbən fəəddi zəkatəhu. Lənnəhu bələğə ilə nisab məsələn. Zəhəbən orada təmyizdir. Amma nədir? Bizim üçün dəxli var. Qrammatikada vəsf olmasa da burada vəsf sayılır. Məlum oldu? Deməli vəsf. Bütün o qeydlərdirlər ki, o aradan gedərsə, şəxsi hökm aradan gedir. Məlum oldu? Biz onu da almalıyıq. Şəxsi hökmün aradan getməzdə problemimiz yoxdur. Həmən bu cəhətdən problemimiz yoxdur. Çünki ehtirazətül buyur qaydasını oxudur ki, ma yəquluhu fiddəlalə təsavvuri yuriduhu cindən fiddəlalə təsdiqiyyə. Ağzından çıxartdı ki, məsələn, İncaəkə zeydun rakibən. Aydın oldu fərqli. Yox, belə deməyir də. Çünki cümləmiz şərt cümləsi olmasın. Məsələn, deyək ki, belə deyək. Əl-alimul amil yəcibu aleykə ikramuhu. Əl-alimu mübtədadır. Əl-amil bunun xəbər, nədir, sifət edir. Aydın oldu. Biz əgərsə bu alim sifəti aradan gedərsə, bilim ki, ən azından bu cəhətdən bu qədərinlə alimlik cəhətin, amillik cəhətindən hökm aradan gedibdir. Bu ehtirazətin buyur qaydası. Bizim vəsf cümlədən istədiyimiz budur ki, həmin o vəsf aradan gedərsə, fəqət bu şəxsi hökm aradan gedəcək, ya cinsi hökm aradan gedəcək. Bizim istədiyimiz budur. Yəni, əl-alimul amilu əkrimhu. İndi birdən alimdir, amma fasildir. Əməl eləyən də yoxdur, onu əməl eləyən deyil. Belə olan halətdə, görəsən, aradan gedən o şəxsi hökm olacaq. Yəni, sabah həmin o alim mənim əmimdir, məsələn. Atamın qardaşıdır, yanımın qardaşıdır, yəni qohumumdur. Gəldi evimə. Qonağım gəldi. Seyid idi, nəbə filan kəsidir. Hörmət eləyim, eləməyim. Yəni, oldu, mən eləmək istəyir.
alimliyinə görə amil olmadığı üçün hökm aradan gedib, ikram gedib. İkram üçün başqa əsaslar olarsa necə? Aydın oldu. Amil olmadığı üçün o biri ikramlar da aradan gedir ya yox? Bəziləri deyirlər, nəm. Bu da şərt cümləsi kimidir. Əgər vəsf aradan gedərsə, təbii ikram aradan gedəcək. Şəhid deyir ki, yox, belə deyil. Yəni, bunların dediyi kimi deyil. Amma onlar hələ şəhidin deməyinə çatmamışdan qabaq, qarşı tərəf ki, iddia edilir. Görə onların iddiası nədən ibarətdir? Onlar necə iddia edirlər ki, şərt cümləsi neyini, vəsf cümləsi də şərt cümləsi kimi məfhum yaradır. Yəni vəsf aradan, necə şərt aradan gedəndə cəzadakı hökm təbiətən aradan gedir. Burada vəsf aradan gedəndə bütövlükdə cümlədəki hökm aradan gedəcək. Deyir ki, iki yolla isbat eləməyə çalışırlar. Ora qədər oxuyaq. إذا قيد متعلق الحكم أو موضوع بوصف معين كما في أكرم الفقير العادل. Əgər cümləmizdə hər hansı bir hökm bir vəsflə vəsflənsə, qeydlənsə, məsələn, ədalətli fəqirə ikram elə. فهو يدل التقييد بوصف العادل على المفهوم. فهو يدل التقييد بوصف العادل على المفهوم. Dəlalət edir ki, müqəyyətdir cümləmiz بوصف العادل. Ədalət qeydi ilə qeydlənibdir. على المفهوم. Dəlalət edir, buna dəlalət eləmir görəsən. قد يقال بثبوت المفهوم لأحد الوجهين. Deyir ki, birinci budur. Siz ki, deyirsiniz, əkrim, əl-fəqir, əl-adil. Deyirsiniz ki, adil sözü aradan gələndə bəlkə başqa şeylərə görə nə olacaqdır? İkram olacaq. Həlm oldu. İndi bu iddia eləndə ki, məfhum var nədir? Sonra deyir ki, siz deyirsiniz ki, əgər gedən şəxs hökmü, təbii hökm deyil. Yəni, əgərsə adil qeydi aradan getsə də, yenə də mümkün başqa cəhətlərdən hörməti qalar yerində, ikramı qalar yerində. Nəticə etibarən onda belə olur. İstər adil olsun, istərsə adil olmasın, onda ikramı vacib oldu. Nə oldu? Əkrim, əl-fəqir, əl-adil. Deyirsən, adil olmasa da mümkün seyidliyinə görə, mümkün müəllimliyinə görə, mümkün yaşı çox olduğuna görə hörməti vacib olsun. Deməli, onda adil olmayanda da genə var. Onda adil qeydi niyə gəldi ora? Onda xilafu zuhuri siyaqil halil mütəkəllimci ma yəqulu yuridu ciddən. Xilaf hal mütəkəllimdir. Adil deyim axı, dedim, ma yəqulu yuridu ciddən. Sizinsə dediğiniz nəticə, əgər dediyi söz ki, şəxs hökmüdür, təbii hökm aradan getmir. Onda demək, onda adil sözünə nə ehtiyac vardı? Adil olanda da ehtiramı vacib olacaq da, olmayanda da. Onda adil niyə gətirmişdi ora? Bu birinci ehtimal. Aydın oldu? Aydın üstə. Ora qədər baxaq. الأول أنه لو كان يجب إكرام الفقير العادل والفقير غير العادل معا. Adil olanda da fəqirin ehtiramı vacib, olmayanda da فهذا يعني أن العدالة ليس لها دخل في موضوع الحكم بالوجوب. Onda ədalətin vaciblik hökm mövzusuna dəxaləti yoxdur. مع أن أخذ قيد في الخطاب ظاهر عرفا في أنه داخل في الحكم. Hansı demək ki, nədir? 100% hər hansı bir qeyd götürülürsə, onun hökmə dəxaləti var. Şəhid deyir ki, bu sözə işgal edirlər və haqq olaraq işgal edirlər. Deyirlər, bəli, əgər qeyd aradan gedərsə, hökmlərdən gedəcəksə, hökməndə ki, məfhumlu olsun. Belə ehtirazət hüquq da bunu yarada bilərdi. Ehtirazət hüquq qaydasına görə hər bir qeyd deyilirsə, istənilir. Əgərsə həmən qeyd aradan gedərsə, onda nə olmalıdır? Hökmdə aradan gedəcək. Həmən qədər olsa gedəcək. Bu qədərində bizim işgalımız yoxdur. Aydın oldu. Deyirsən, nədən yapışın? Dedim ki, əgər qeyd aradan gedəndən sonra yenə də hökm qalacaqsa, onda nə faydası var? Onda gərək heç bir yerdə heç qeyd götürməyək. Amma hansı ki, ehtiraz hüquq qaydasına. O deməkdir ki, hər dəfə hökm aradan gedəndə hökmə məfhum yaranmalıdır. Ən azından bu cəhətdən istəməyim. Ki, mən fəqir adil olsa ehtiram edir. Müslüm fəqirin adil bir yerdə olsun. İndi qohumumdur, nəm əmimdir, dayımdır, nəm seyiddir, nəm xəstədir, nəm başqa cəhətdir. Nə əlaqəsi var? Burada yəni heç bir nə yoxdur, bir problem bir şey yoxdur. Xilaf hali zorun mütəkəllim yoxdur. Qeydliyi bunu da istəyib.
və bizdən demişdim, yəquluhu yuriduhu ciddən. Aynı oldu. Yəni bir nəfər əgər deyir ki, fəqir adil olsa ona ehtiram elə, mən deyirəm adillik ehtiram etmədiyi, onu istədiyini etmişəm. İndi əlavə bir başqa bir hökm istəyir ki, eyb yoxdur, alim nədir, fəqirinə görə ehtiram eləmə, qonaqdır, qonaq gəlib, qonaq kafir olsa əkrimin dayf və lavqanə kafirə, o cəhətdən hörmət elə. Burada bir qəribə bir şey var, ziddiyyət yoxdur ki, fəqir adil olmadığı üçün hörmət eləmədim. İndi başqa bir cəhətdən qonağımdır, başqa ünvanlara görə hörmət elədim. Mənim cümləmdə ləğviyyət yaranmadı. Cümlə yenə yerində qaldı. Ləğvi şey olmadı orada. Yəridu alə zalik, ənə dəlalətül xitab, ələ dəxlil qeyd, la şəkkə fiyha. Qeydin xitaba təsir göstərməsində zərdə qədər şübhə yoxdur, dəlaləti vardır onun. Və mərəddu ilə zuhuri hal-i mütəkəllif, ənə kullə ma yubəyyinu bil-kəlam fi mərhəd mədlul təsavvuri, təsəvvür məqamında mütəkəllim hər nəyi ibraz eləyirsə, ağzından çıxardırsa, və o daxilun fi nitaqil muradil ciddi, muradil ciddisinə də daxildir. Və haythu innəl vəsb qəd buyyinə fi mərhəd mədlul təsavvuri, mədlul təsəvvürü məqamında dediyi üçün, demək neynəyibdir? İstəyibdir. Vəsfiyə qeydən fəyəthbutu bidalik ənəm dəxilun fi mevzul hükm el-muradil ciddi. Bunda muradil ciddisinə də bir şey daxildir. Və alə əsas dalikə qamət qaydet ihtiraziyyətil quyud. Yəni buna görə də ihtiraziyyət quyud qaydası sabit. Kəma təqəl. Qeyr ənə dalikə innəmə yəqtədə dəxilə vəsf fi şəxsil hükm. Amma ihtiraziyyət quyud qaydasında qeydin təsir göstərdiyi şəxs hökmüdür. Şəxs hökmə dəxaləti vardır. Və intifai hadə şəxs əlləzi siqəl kəlam li ibrazi intifai vəsf və intifai hadə şəxs yəni şəxsi hökm ki aradan gedəcək, əlləzi siqəl kəlam li ibrazihi intifai vəsf, vəsfin aradan getməyi ilə bu şəxsi hökm aradan gedəcək, bəli gedəcək. La intifa tabi'i hökm, o təbii hökm aradan getməyəcək. Və ma nəqsuduhu bil məfhum intifa tabi'i. Bizim istədiyimizdə təbii hökm. Məfhumda biz təbii hökm istəyirik, onun getməni istəyirik. Amma həmən bu şəxsi hökm aradan gedəcək, bəli, qeyd öz işini görəcək. Gəldi otur deyə və mənə demişdi ki, əkrimil fəqiril adil. Gəldi gördü, məsələn, ağam onun qabağını süfrə sərməmişəm, çay qoymamışam, su qoymamışam. Valla niyə bu şəxsə bu Zeydə hörmət eləməli? Dedim ki, ağa sən demişdin ki, əkrimil fəqiril adil, mən də biləm bu aradı səndir. Ya düz deyirsən, yaxşı eləyibsən. Gətir çay qoy, deyim, bu özün deyil, vay, qonağımızdır. Fəqirliyinə görə yox, demək fəqirinə görə həmən adının qeydinin dəxli varmış. Öz işini gördü. Mən təklifi boynundan isqat elə damlanmadım da. Çünki mənə adil demişdən başqa bir hökm gələcək yerdə, o başqa bir şeydir. Deməli, onda qeyd ləğv olmadı burada. Qeydin mətləbə dəxli oldu. Şəxsi hökmü isqat elədi, biz də bunu etiraz edirik, bunu istəyirik. Amma bizim məhfumda istədiyimiz yuxarı bir şeydir, bu deyil. İstəyirik şəxsi hökmlərdən geçsin, təbii hökmlərdən geçsin, heç nə qalmasın. Necə aradan gedəcək bu misalda məsələn? Hələsin. Hələsin. Ya da o fikirləşir. Nəyi? Hələ ora qədər çataq mı? Hə, bilmirəm. Əs-sani. أنه لو كان يجب إكرام الفقير العادل والفقير غير العادل ولو بفردين من الوجوب وبجعلين لما كان هناك فائدة في ذكر المولى قيد العدالة. Deyir ki, bayaqçı dediyimiz sözdəki. Deyir ki, əgərsə tutaq ki, fərq ədalət qeydi ilə də ikram olunacaqdırsa, ədalət qeydi olmayacaqdır. Deyir, onda ədalət qeydi ləğv olur. Və haşa, xüsusən də Allahdan, Peyğəmbərdən, imamdan ləğv bir şey desin. Əkrim-ül fəqir. Etqu rəqəbətində niyə möminə deyir? Aynı oldu. Deməli onda Mövlanın kəlamını ləğviyyətdən çıxartmaq üçün gərək deyək onda hər yerdə adil qeydi aradan gedəcəksə ikram da getməlidir. Bütün fərqlərlə getməlidir. Yoxsa əgər gedəcəksə bu cəhətlə başqa yerdən gələcəkdirsə onu elə əvvəldən deyərdilər. Deyərdi Əkrim Zeydən, Əkrimül fəqir. İndiki fəqirliyinə görə hörmət olunmayacaq. Yəni başqa bir cəhətdən ehtiram olunacaqsa onda nə olacaq? Bunda ləğv oldu da. Bunu ilə əvvəldən deyərdi, Əkrimül fəqir. Onsuz da fəqir adil olsa da olmasa mən onu ikram eləməliydim. Adil nə faydası oldu ona? Ta ki, ləğviyyət baş verməsin deyibən, sizin dediyinizdə ləğviyyət baş verir. Amma o ləğviyyət baş verməsin deyibən, onda nə olmalıdır? Şəhid də deyir ki, işğalımız yaxşı işğaldır. Düz olmasa da, amma işğal ağla batmaq istəyən bir işğaldır. Batsa da, batmasa da ləğviyyət yaxşı sözdür. Haqsa idi bu yazıda düz deyil. Əgərsə mən
Fəqir adil olsa da ondan sonra məni ikram edəcək. Mən onu əvvəldən deyirəm, əkrimil fəqir. Niyə ona adil qeydini vurdun ora? Aydın oldu. Deyir ki, bizim istədiyimiz nədir? İstəyirik ki, təbiiyyül hükm aradan geçsin. Yəni, salibə kulliyə istəyirik biz. Vəsf isə bizə salibə cüz'iyyə verir. Ona görə məfhum yaranmır. Aydın oldu və ona görə də ləğviyyət iddiası şeylədir, o baş verməz. Əgər bütün halətlərdə adillik qeydi aradan gedəndən sonra bütün halətlərdə aydın oldu. Yəni cümlə vəsfiyə dəlalət eləsəydi ki, adillik qeydi aradan gedərsə, bütün halətlərdə nə olacaq? İkram aradan qalmayacaq. İkram belə ki, bütün ikramlar da gedəcək. Onda məfhuma dəlalət eləyərdi. Yəni qeydin aradan getməsi nəyə dəlalət eləyərdi? Səlb-ül kulliyə. Amma vəsf cümləsində o qüdrət yoxdur. Səlb cüz'i eləyir. Ona görə də ləğv baş verilir. Salibə cüz'i yəni şeydən məfhumunu qəbul eləmişəkdə. Bəli, təbii hökm o deməlidir. Yəni heç bir hökm qalmasın. Sizin dediyinizdə, məsələn ki, mümkün bəzi hallarda ikram vacib olur. O bəzini istəmirik, kull olsun. Kullin silib apara bilsə, onda məfhum yaranacaq. Sizin imkan nədir? Sən dediyin söz, mən demirəm, bihudə danışırsın. Amma dediyin söz bizə verir, salibə cüz'iyyə verir. Yəni, bəzi muridlərdə mümkündür, ədalət aradan gedər, bəzilərində qalar. Biz istəyirik ki, məfhumla istədiyimiz isə bütövlükdə aradan geçsin. Ona gün çatmır. Aydın oldu. Buna görə də ləğviyyət hasıl olmaz. Bəzi hallarda mümkündür, adil qeydi aradan gedər, yenə də hökmdə olmaz, tələb olunmaz. Onun cümlə şərtiyə bundan daha şeydə var. Daha ətvar. الثاني أنه لو كان يجب إكرام الفقير العادل والفقير غير العادل ولو بفردين من الوجوب başqa fərdlərlə də olsa, vücub başqa cümlələrlə olsa və bicəleyn başqa cəhəllərlə də olsaydı, yəni bir dəfə deyir ki, əkrimil fəqiril adil və əkrimil fəqiril seyyid. O bizdə deyir ki, əkrimil fəqiril ustad. 3 dənə cümlə ilə dedi. İndi həmən fəqir gəlin mənim yanıma. Adil olmadı. Bu cəhətdən düşdü. Amma seyyidliyinə görə, müəllimliyinə görə hörmət eləməli. Hətta başqa cümlələrlə, başqa cəhəllərlə olsa da belə, adil olmayacaqsa hörmət oldu. Onda adil nə qeydi, nə faydası oldu? Onda ləğv oldu. Onda ləmə kanət hunəkə faydə fi zikril mövlə li qeydi lədalə. Mövlanın ədalət qeydəsi zikrilənməkdə fayda qalmaz. Yənnəhu ləv ləm yəzkurhu və cəə əl-xitab mütləqən, onun xitab mütləq olsa, ləmə ədarə bi məqsudihi, məqsədindən zərər yetirməz. Düzdür? Və izə ləm təkun hunəkə faidə fi zikril qeyd, kanə ləğmə. Öncə onda faydası yoxdursa, ləğv olacaq. Fəyyətəəyyənu lissanətil kəlamin mövlə anil ləğviyyə. Deyir ki, mövlanın kəlam ləğviyyətini qorumaq üçün ən-müftər edəli zikril qeyd faidə. Zikri qeydin, onda geçənin faydası olur. Və yətəmmih ələ ədəmi şumul hükmül fəqir qeyril adil. Faydası budur ki, fəqir olmayan, adil olmayan fəqir hökm şamil deyil. Fəyəsbutul məfhum. Məfhum sabit olur. Bunu istəmirdik. Mən əgər adilə də ikram vacib olur, qeyri adilə də onu ləğv olar. Mövlanın sözünü ləğviyyətdən çıxartmaq üçün deyir, onda hökm fəqət kimlər üçündür? Adil olanlar üçün. Adil olmayan, yəni qeyd aradan gedəndə hökm bütövlükdə aradan gedir. İddiası budur. Aydın oldu? Fəyəsbutul məfhum. Və hazəl bəyan və inkənə müttəcəhən və lakinnəhu İnnəmə yəqtədir nəfyə sübutul kulli şamilil hükm fi halət intifal vəsf. Deyir ki, İnnəmə yəqtədir və lakinnəhu laziməsi budur ki, yəqtədir nəfyə sübutul kulli şamilil hükm. Hökmün deməli, sübutul kulli ki var, hökmə şamilidir, onu nəfi elə, iqtizası budur ki, nəfi eləsin, nəfyə sübutul kulli, sübutul kulli eləsin. Əş-şamilil hükm, hangi ki, həmən sübutul hökmə şamildir, fi halət intifal vəsf. Vəsf aradan gedən zaman sübutul kulli olsun, nəfi sübutul kulli olsun. Və la yənfi sübutuhu, amma bu söz nəfi eləmir ki, fi ba'd halət mə intifal fi halət müxra. Bəzi halətlərdə aradan gedib, bəzi halətlərdə aradan getməsə, onda yenə ləğv olmur. Aydın oldu? Ünvanlar Məsələn, fərzdən belədir. Yəni ki, əkrimil fəqiril adil. Adil qeydi vurdu, bəlkə misalımızda da. Başqa bir vücubla, məsələn deyir, xüsusi nəslimiz var idi ki, seyyid fasıl da olsa, mömin olsa, hörmət olsa. Aydın oldu. Məsələn deyək,
3 dənə fərddə burada gəlmişdi ki, əkrim, əl-fəqir, əl-adil. Əkrim il-fəqir əs-seyyid. Əkrim il-fəqir əl-ustad. Aynı oldu. İndi mən gəldim bir dənə fəqir tapdım ki, bu vəsflərin heç birisi yoxdur. O cümlədən adil qeyddə yoxdur. Burada sabit olur, olmur. Bu fərdlərdən sabit olacaq. Yəni, məsələn, bir fəqirdir ki, nə seyyid döyür, nə bir fəqir tapdım ki, nə adildir, nə seyyiddir, nə müəllimdir. Aydın oldu. Məsələn, fərzən belədir, küçədən gedəndir, qohumlu, yəni başqa-başqa ünvanlarla. Bunlarda ikram qeydi aradan gedir, getmir. Mənim boynumun ikram düşür, düşmür. Yəni, ikram eləmirəm. Niyə? Çünki adil deyil. Adil olmadığı üçün getmir. Amma bu ikisində adil olmasa da, ya seyyid, ya da müəllimimdir. Bəzi fərdlərdə gedir, bəzi fərdlərdə getmir. Deməli, onda adil qeydi aradan gedərsə, yerdə qalan qeydlərdə bəzi hallarda gedir, bəzi hallarda getmir. Bu da təbii hökmü aradan aparmadır. Bəzi hökmü aradan apardır. Deməli, onda cümlə vəsfiyyə, cümlə şərtiyyə kimi deyir ki, təbii hökmü aradan aparsın. Bəzi yerlərdə apar, ona görə nə deyilir cümlə vəsfiyyənin məfhumu nədir? Məfhum cüzisi vardır, kullisi yoxdur. Aydın oldu. Nə demək məfhum cüzi? Yəni, haradakı qeyd aradan getdi, hökmdə 100% aradan gedəcək, şəxs hökmünə gedəcək. Amma amma bəzi fərdlərdə qala bilər, qala bilməz, qala bilməz ədilliyə. Sabit olarsa, sabit olmazsa nə olacaq, gedəcək aradan. Xülasə, məfhumcu biz nə istəyirdik? Məfhum istəyirdik ki, nəfyül kulli baş versin, buna nəfyül cüzi baş verdi. Ona görə də deyir ki, ləğviyyə baş vermez. Çünki bəzi ləğviyyə o yerdədir ki, bütün variantlarda bihudə olsun, amma bəzi yerdə bihudə olmur. Yəni, bihudə olmur, onun dəlildə yarım çıxdı, naqis oldu. Burada qalsın mı? Nəsə burada qalsın. Çünki qalan hissəsində çox, həmin o illərdə dəqiq cümlədir. Artıq yeni dərs. Yəni, gələn dərs alınacaq və hadəl bəyan təzən.